Herkese selamlar dostlar. Necəsiz? Yəqin yaşıyorlar uşaqlar. Bu gün də sizlərlə bərabər Car Simulator'da uşaqlar. Car Simulator'da keçən bölümdə maşınlarımı rampadan tullandırıram kimi bir video çəkmişdim və onu çox bəyənmişdiniz. İzlənməsi də yaxşı olmuşdu və onun part 2'sini çəkirəm. Yerdə qalan maşınlarımız var idi və eləmək üçün bu deyəsən son bölümdür. Yəni part 2 ikinci bölümdən bitəcək. Niyə? Çünki 15 dənə maşınım var və onların 6'sını tullandırmışdıq. Qalan 8'ində səhv hesapladım. Qalan 7'sini, yox bir dəqiqə, 6'sını tullandıranda 9 dənə qalır. 9 dənə. 9 dənəsini hesablamam getdi. 9 dənəsini də rampadan tullandıracağıq və ən yaxşısını seçəcəyik. Gələn videolarda, gələn bölümlərdə isə həmin o maşını satıb yerinə yaxşı bir maşın alacağıq. Uşaqlar, keçən bölümdə 07-dir, məsəl üçün 07-ni, Q2, sonra X7'dir. Bunu sonra drift atan maşın var idi. Bax bunu sonra hansıları bir dəqiqə maşınlara baxa yadımdan olacaq. Bir dənə bunu tullandırmışdıq. Belə maşınları tullandırmışdıq. Mən istəyirəm ki 07'dən başlayayım. Lap bax Q2'dən başlayaq. Məsələn, Lexus'da tullandırmışdıq. Bunu da tullandırıb qaldı bu. Məsələn, elektrikli maşındır. Bu maşını niyə almışam bilmirəm. Eyb olmaz, qalsın yenə də. Hələ tullandıracağıq, baxacağıq, görək necədir, necə deyil. Aha. Mən tez bazar gedim rampa yerinə, oradan tullandıraq, görək neçə metr havaya tullana biləcəklər və ya da məsələn tullana biləcəklərmi, suyu keçə biləcəklərmi, ya keçə bilməyəcəklər. Getdim rampa yerinə. Canlar, başladım sürməyə, görək. Mən oradan bura gələndə 180 gördüm. Məncə 200 ilə falan gedər. Keçməyini düşünmürəm. Ən axırda bütün keçən bölümdən də, bu bölümdən də bütün hamısını videonun sonunda yazacağım. Baxarsınız hansılar yaxşıydı. Aha, sürətli gəlir, 180, 200 gördü, 200 gördü və tullandıq, görək neçə metr havaya tullanacaq. 100 gördü, 200, 221, 221, 07, 247 qədər tullanmışdı. Niyə hamısını 07 ilə müqayisə edirəm? Çünki 07 aralarında ən köhnə, ən belə, yəni pis maşın. Amma mən onu elə canavar formasına dönüşdürmüşəm ki, yəni ən belə aralarında ən yaxşısıdır da. Bu nə qədər tullandı? 221. Ən sonda uşaqlar, videonun istəyirsiniz ən sonunu çevirin, baxın. Mən özüm alındıra bilsəm eləyəcəm. Bütün keçən bölümdə, bu bölümdə maşınların hamısını yan-yana sıralamalarla hamısını düzəcəm. Məsələn, buna Audi'dir də bu. Yox, bir dəqiqə. Audi'dir bunun adı. Nəysə, gedək yenə rampa yerinə, görək bu nətər tullanacaq. Bunun sürətini mən çoxaltmışdım. Yaxşı idi məncə. Bastım, görək nətər gedəcək. Aha. 100 gördü, 100 yaşlı. Elektrikli maşın o kadar da sürətli değildi. Allah, polis da. Oydu, yol kanışığını gördüm, elə bildim polis yala. Yol kanışığı həmişə qırmızı göydü deyə elə bildim polis. Nəysə, 230'a gəldi ki, oy, bu lap yuxarı tullandı. Və 255. Çox qəşəng tullandı. Çox qəşəng tullandı. Bunun qəşəng, bu normal idi. Normal, çox qəşəng idi. Gözləmir, deyirdim 100'də falan qalacaq. Yaxşıymış bu. Nəsə bunu salayaq, minək. Oyda. Minək adıyla çıxdı. Kamerə minək. Kameranın qapısı açılır artıq. Bütün, gedək yenə rampa yerinə. Bir də şuralar, mən panorama almışdım. Onu da bu maşınların içine katacağım. Oyun almışdım deyəndə oyun mənə hədiyyə verdi. O videoya da gəlib baxarsınız. Panoramanı yoxladıq, sürətinə baxdıq, nə bilim, qəşəng modifiyə falan elədik. Hamısı ala üstümdə çəkildi də. Hamısı videodadır. Gəlib baxarsınız. Bundan əvvəl simulator oyundadır. Nəysə, gedək bu sürətli deyil axı o qədər də. Yox, bu tullanam. Oyda. 150 ilə bu gedir. Deyəsən xammeri satmalı olacağıq, deyəsən. Elə fikirləşirəm ki, xammeri satmalı olacaq. Nəysə, oradan da bura gəldik. Sürətə bastım, qaza bastım. Polis gəlir, nəysə, polisin başımda. 150 ilə bu neçə tullanacaq ki? 100 metr tullansa, yəni şükür eləyin də. Yox, yaxşı olmayacaq. 150-də dirəşmirdi, getmir ki. Xammeri deyəsən satmalı, elə ən pisini deyəsən xammeri tullandı. 140 neçə tullanmışdı, ən pisi, görək bir neçə tullanacaq. Oyda 129. Biabırçılıq. Vallahi billahi biabırçılıq. Sıradakı maşın Maybach'da da bastım qəza. Aha, oyda bu çox sürətlidir. Maybach həddindən artıq sürətlidir, dəqiqə.
Ora bura dönmə, ora bura dönmə. 100, 200. Aha, 250. 250 çıxdı. 250'inde keçdi. Maybach haçerim Çet. Oy, 290 en çok tullanan bu Maybach oldu bir dəqiqə. Oha 290. Süper Maybach onda satılmayacaq. 100% Maybach satılmayacaq. Bunların hamısı yoxlamış qaldı Prado. Prado'dan yaxşı nəticə gözləyirəm. Valla gözləyirəm mən Prado'dan. Yox Prado qədər də sürətli deyil. Ayda Prado'nu satmaq istəmirəm. Yox. Prado'da məncə zəifləri var. Çoxdur zəifləri. Məsələn Hammer. Məsələn bunun yerinə Hammer satsam daha yaxşıdır. Ayda siz də uşaqlar yorumlarda 175 ilə Hammer məsələn bundan daha az gedirdi. Uşaqlar yorumlarda sizə fikrinizi bildirin. Hansı maşın sataq, hansı maşın qalsın. Tullandıq. Allah bu nədir? Ay neyinir bu? Oh şükür. 86 H-dənsə. Hammer 120 tullanmış, neçə tullanmış. H-dənsə yəni bu yaxşıdır. İnşallah sıradakı maşın Bugatti'dir. Bugatti H-də. Bugatti canavardır o. 200'den 300'den bir gaza bassan 600'den atla gelir bu. Size bakın OP 2024. Ben bunu 2024'ten almışım ha. 2 ildir ki. 2024 bir de 2022 ildir. O 2 ildir maşın məndə diye. O dedim var. Uşaqlar eğer maşının nitrosu varsa ondan istifadə eləmək yoxdur. Yəni heç bir maşının nitrodan istifadə eləmirəm. Çünki nitro onların gücünü yəni tam əks elətdirmir də. Nitro əlavədən qoşulmuş bir şeydir. Şum. Sürətə basıb video çıxdı. Şum getdi. Oyda Bugatti uçacaq Bugatti. Bugatti bəlkə körpünü də keçər. Yox. Aha. O 300. Ola bu niyə keçəcək? Keçdi. Körpün keçdi. Oo keçdi. Vallahi billahi 300 446. Halaldı Bugatti halaldı da. Körpü deyirəm ki, körpü deyirəm yəni suyu keçdi. Halaldı. Vallahi təbrik edirəm. Heç vaxt satılmayacaq. Heç vaxt. En sevdiklerimden biri Mercedes ama modelini bilmirəm. Yəni furgon Mercedes'dir. Aralarından en sevdiklerimdendir. Və Bugatti qədər də sürətlidir. Bugatti'dən də belə sürətli demək olar. Çünki T5 motorda deyəsən. Hətta 1-2 dənəsi də T6-dadır. Sürətə bastım. Görək necə pedala yükləmişəm. Bir dəqiqə pedaldan əlimi çəkmə yoxdur. Bu maşının keçməsini istəyirəm. Bu maşının udmasını istəyirəm. Maşın satılmayacaq. Aha 300. O bir de 281. 280. Olsun ama yine de tullanabilmesi de tullandığı. O 413 Bugatti kadar tullandı. Valla suyu da keçdi. Bugatti kadar da tullandı. Maşından ne istəyirəm hemen? Qəşəng canavar deyib bu maşın. Canavar. Canavar. De sürətli olmasa da yenə də aralarından sürətli olanlardan biridir. Həm də offroad maşınında, ağır maşındır. Yəni bunun sürəti nə qədər olacaq maksimum? Bilmirəm amma motorunu çox gücləndirmişdim. Sürək. Gəlin belə bir şey deyək. Digərlərindən fərqli olması üçün, yəni obsizlər yarış maşınında, amma bu offroad maşındır. Bundan nitrodan istifadə elədim. Aha. Bu da keçdi. 320 metr. 320 metrdən bu da keçdi. Körpün bu da keçdi. Bir də nitro basmışdım ona görə. Nitro niyə bastım? Çünki bu offroad maşındır. Bu yəni yarış maşını deyil ki, bunu onlarla bərabər tutaq. O birisi yarış maşınlardır, qəşəng maşınlardır. Oldu, bu da keçdi. Qəşəng. Keçək indi yeni aldığımız panoramaya. Uşaqlar başımda mən videom fikirləşirdim. Deyirdim ki, indi qazanan kim oldu, hansı oldu? Amma mən Bugatti deyirdim öz-özümdə, amma bu panorama da özünə görə deyil ha. Buna mən motor qoymuşam, T4 motor. Bu çox sürətlidir bu. Həddindən artıq sürətlidir. Bir dəqiqə. Bu minə sürək baxaq. Məncə bu keçər ha körpünü. Ay da, sürüşmə də. Alınmadı da bu sürüşür. Nəysə. Amma bu keçər. Yəni mən deyirəm ki, bu keçər. Rampa deyirəm. Yəni rampadan tullanıb suyu keçər. Keçsə ən yaxşılarından biri də budur. Həm də uşaqlar biz suya getmə. Suya gedirdi. Yəni biz sudan keçməni görə tullanmaq metrlərinə görə baxırıq. Aha, sürətə bastım, pedala bastım, görək necə performans gözləyir. Bir damcı roller abra döndərdimsə getdim. Sürdük.
200, 300'e qalxır, 300, oha, 327, 327, o, o, o birisi tərəfə gedir, Allah, o birisi tərəfə gedir, 500, 592 metr. Oho, 592 metr nədir? Uşaqlar qazanınca bəllidir. Ben bu maşını canavar eləmişəm. T4 motor öz oyun vermişdi bu maşın mənə. Biz günlük bonuslardan almışım 3-cü gündən. 592 metr o birisi tərəfə gedirdi. Əsəbləşdi, dedi Bugatti kimdalı. Şalar, video bu qədər olsun. Mən indi videonu bağlayıram, amma indi ən axırda görürsünüz ki, video hələ qurtarmanı var biraz. Ən axırda bütün maşınların tullanmaq sürətlərinin hamısını yazmışam və ən hansı qazantısı onu da yazmışam. Bütün maşınların hamısı buradadır. Hamısında məncə sürdük, baxdıq məncə. Aha, hamısını sürmüşəm. Hamısını sürdük, baxdıq. Yazacağam bunun üstündə niyə bu gəzir? Nəysə, paylaş eləməyin. Hə. Hamısına baxarsınız, görərsiniz hansı qazanıbdır. Mən ucuzanı da yazacağam, qazananı da yazacağam. Qazananı da motorun T6 motor eləyirik. Bu qədər. Sağ olun, özünüzə yaxşı baxın. Bayramınız mübarək.